Uşaqlar salam, bugünkü testimizin izahında sizə alkan disikoalkan 4-cü qrup üzrə model suallarının izahını verəcəm. Keçək suallarımızın izahına. Alkan belə yazılır, CNH üstəgəl 2. Bilirik ki, CC arası sigma bizdə nəyə bərabərdir? Karbon sayına 1 vay dəyişik. Çünki alifatikdir, düzdür? İndi bu CC arası sigmanı M veribsə, onda deyə bilərəmmi karbonun sayı M üstəgəl 1-dir. Niyə? Yenə deyirəm, CC arası sigma karbon sayından 1 vay dəyişik olur. Deməli, CC arası sigma M-dirsə, deməli karbon sayı M plus 1 imiş. Hidrogen necə tapırlar? Formula bax. Hidrogen necə tapırlar? Karbon sayını 2-yə vurub üstə 2 gəlirlər. İndi karbon sayını 2-yə vur üstə 2 gəl. Bu eləyir 2M üstə gəl 4. Hə də bunu 2-yə vurdum, üstə 2 gəldim, hidrogen tapdım. İndi atomların ümumi sayı nə qədər eləyir? 3M üstə gəl 5. Cavab B variantı. İkinci sualda. İkinci sualda alkan CNH üstə gəl 2-dir, bilirsiniz. İndi bizə deyir ki, alkanda hidrogen atomu sayı 2N olsun. Bizim alkanımız belədir də, karbonu N olanda hidrogeni 2N üstə gəl 2-dir. İndi hidrogeni 2N olsa karbonuna nə yazım? Hə? Hidrogeni necə tapırlar bu formulda? Karbon sayını 2-yə vurub üstə 2 gəlirlər elə. Karbon sayını 2-yə vurub üstə 2 gəlir. Bəs onda hidrogendən karbona necə keçərsən? 2 çıxıb 2-yə bölərsən. İndi bundan 2 çıx 2-yə böl. Deməli karbon sayı N çıx 1 imiş. Düzdürmü? Əla. İndi molekulda atomların ümumi sayını tap. Ümumi sayı 3N çıx 1-dir də. A variantı. Aydındır? Üçüncü suala keçirəm. Üçüncü sualda deyir ki, molekulunda A sayda molekulda A karbon atomların sayı, aha. Heç nə, alkan belədir. CNH üstəgəl 2. Diqqətən qulaq asın. Karbon atom sayı N verib A, hidrogen də 2N plus 2-ni də verib A üstəgəl 7. A-nın yerinə gətir N qoy. N eləyir 5. Deməli alkanın C5H12-dir. İndi deyir bu C5H12-yi el aç ki, birli karbonu 4 dənə olsun. Birli karbon odur ki, karbon bir karbona birləşsin. Bu CH3-dür də. İndi mən bunu necə açım ki, birli karbon 4 dənə olsun? Belə yazsam olar. Buna bax, birli karbon CH3-dür də. O da neçə dənədir? 4 dənədir. Yox, 4 dənə deyil, 3 dənə oldu. Onda belə olmaz. Belə olmaz. Bunu silək. Birli karbon 4 dənə olması üçün onu buraya yazacağım. Hə, bax, birli 4 dənədir, baxın. Əla. İndi bunun adı. Adı nədir? Beynəlxalq adını istəyir də. 1, 2, 3. 2,2 dimetil propan. 2,2 dimetil propandır. İndi o bir alkana keçirəm. Yenə alkan CNH üstəgəl 2-dir. Karbonun sayını B verib, hidrogen sayı 2N plus 2-ni B üstəgəl 6 verib. Bunun yerinə N yaz. N buradan eləyir 4. Deməli bu hansı alkandır? C4H10'dur. Deyir, indi bunu elə aç ki, burada birli karbon 3 dənə olsun. Bunu belə açaram da. Həqiqətən də birli karbon neçə dənə olar? 3 dənə. A'da 1, 2, 3 ən uzun zənciri seçdim, nömrələdim. 2 metil propan. Aydın oldu mu? 2,2 dimetil propan birincidir, 2 metil propan da ikinci. Cavab ilə A variantındadır. Sonra nəyə baxıram? Dördüncü suala baxacağım. Alkan CNH üstəgəl 2-dir, yanması deyir. Yanında oksigen qabağına N plus 1 mol düşür, bilirsiniz. N mol CO2 alınır. N üstəgəl 1 mol da su alınır. Mənə deyir ki, yanma istiliyi nədir? Yanan maddənin əmsalına bölürsən də. Bu yanan maddənin əmsalı da 1-dirsə, deməli bunun öz istilik effekti 372 imiş. Bu 12 qram yananda da deyir 148,8 kilojol istilik alır. Qramın altına MR yazıldı. İndi bununla bu gedir. Bu 0,4 eləyir. 12'yi 0,4'e böləndə 30 düşür. Onda buradan N2 eləyir. Deməli bu hansı alkandır? C2H6'dır. Aha. Bu alkanda sigma rabitə. Alkan alifatikdir. Alifatiklərdə sigma rabitə ümumi atomun sayından 1 vay dəyişikdir. 7 dənəymiş də B variantı. 5-ci suala keçəcəm. 5-ci sualda deyir disikoalkan. Disikoalkan yazılır CNH, bilirsiniz də belə yazılır. Molekulunda rabitənin yaranmasında iştirak edən S orbitalı. Uşaqlar, S orbitalı deyəndə nə nəzərdə tutulur? S orbitalı hidrogendir də. Hidrogendir.
Əgər s orbitalı 10 dənəsə, deməli hidrogeni 10 dənə olan sikloalkandan söhbət gedir. C5H10-dur bu. Deyir burada hidrogen atomlarının 20%-ni 1,2H izotopu təşkil edir. Burada neçə hidrogen var? 10 dənə. Bu 10 dənənin 20%. Onun 20%-i neçə eləyir? Onu 20-yə vurub 100-ə böləndə neçə eləyir? 2. Deməli 2 dənəsi 1,2H izotopu təşkil edir. Ondan 2 çıxanda 8 dənəsi də 1,1H izotopu təşkil edir. İndi burada neytron sayı. Bir karbonun neçə neytronu var? 12-dən 6-yı çıxıram, mörtəzədə yazıb da orada. 12-dən 6-yı çıxıram, 6, 6-yı 5-ə vururam, üstə gəl. Burada neçə neytron var? 2-dən 1-i çıxanda 1, 2-ni 1-ə vururam, üstə gəl. Və burada 8 çıx 0, o da eləyir 32 dənə. 32 dənə neytron var, B variantı. 5-də B variantı. 6-cı suala keçirəm. 6-cı sualda 2 metil butan. 2 metil butan budur. Butan 4 karbon düzüldü, ikinciyə metil qoyuldu. İndi bu karbon-karbon arasındakı rabitəni qıranda maksimum neçə alkil radikalı alına bilər? Maksimum neçə alkil radikalı? Baxın, bir dəqiqə. Buradan qırsam, metil, ikili butil. İkili butil alındı. Buradan qırsam, etil, izopropil. Buradan qırsam, metil, izobutil. İzobutil. Buradan qırsam, yenə metil, ikili butildir. Onu yazmışam, olsa lazımdır. Metilin birinin üstündən xət çəkim, çünki var. Bu 1, bu 2, bu 3, bu 4, bu 5. 5 dənə fərqli radikal alındı. Cavabdır variant. 7-ci sualda. Deməli, müxtəlif karbon atomlarına birləşmiş 3 eyni radikal olan disiklik karbohidrogenin 0,7 qramı tam yananda 0,9 qram su alınır. 2,2 qram CO2 alınır. Karbohidrogen H bromla reaksiya daxil olduqda bromun kütlə payı təqribən 38,6% olan yalnız bir məhsul alınır. Bizə dəqiqə. Alınan məhsulu beynəlxalq nomenklatura adlandırın. Təxminən deyirik bu. Bizə dəqiqə burada. Deməli uşaqlar, bu 7-ci sualda biraz, yəni görürsünüz orada deyir ki, bromun kütlə payı təqribən 38,6. Yəni bu şeyə fikir verəcəksiniz ha. Baxın, sikloalkan yazılır CnH2. Bu mənə deyir ki, düzdür, oradakı o 0,7 qram yananda 0,9 qram su, 2,2 qram CO2, bununla da yola çıxmaq olar. Bununla da yola çıxmaq olar. Bax, karbohidrogenin üzərinə deyir H brom gələndə H brom. Bax, ümumiyyətcə belə bir şey deyim də, sikloalkanlardan bir dənə 3 bucaqla 4 bucaq. Bunu bərbaşdan deyək. Siklopropandan siklobutan H bromla girir. Digər sikloalkanlar onsuz da hidrogen halogenitdən girilir. İndi və mənə deyir ki, bir dənə məhsul alınır. Əlbəttə bir dənə məhsul alınacaq. Özdə sikloalkanlardan 3 bucaqla 4 bucaq birləşməyə girir də, bilirsiniz. Aha. Digər sikloalkanlar hidrogen halogenitlərlə girmir. Mənə deyir ki, burada bromun kütlə payı. Brom burada nə qədərdir? 80 qram. 80 qramı 38,6 verib. Bunun obşemeri nə qədərdir? 14-dən üstə gəl 81. Obş olan bir şey neçə faizdir? 100%. Bromun da kütlə payı 80%. Bromun da kütlə payını 38,6 verir. Uşaqlar, buradan təqribən N 9 alınır. Təxminən. Çünki nə qayırım? Bromun da faizini təqribən 38,6 verir. Düzdür, yaxşı ədəd verməyib. Əslində belə verməyi də düzgün deyil. Yəni mən də buradan N-i təqribən onda 9 alacağım. Yəni 9 aldımsa, bu da mənə deyir ki, müxtəlif karbon atomlarına birləşmiş 3 eyni radikal olan disiklik karbohidrogen. Bax, gəlin belə danışaq da. Mən 9 karbon almışam. Bu C9H18. Mən bunu 4 bucaqla işləyənmərəm. Denən niyə? Çünki mənə deyir ki, bu karbohidrogenə 3 eyni radikal birləşəcək. Bax, 9 karbonun 4-ünü bura xəşləmişəmsə, yerdən içəsi qalıb 5 dənə. Mən 5 karbonu 3 eyni radikallı necə yazım? Amma mən bunu belə yazsaydım, bir diqqətlə baxın. Bax, mən bunu 3 bucaq yazsam, yerdən içə karbon mu qalır? 6. 6-nı 3 dənə eyni radikal deyirsə, 6-nı 3 yerə böləndə, deməli, bunun hamısına etil yaza bilərəm, bax. Hamısına 3 dənə radikal yazdım. Hamısına da eyni. Gördün? Diqqətli olaq. Bu da mənə deyir ki, indi alınan məhsulu nə deyir?
Alınan məhsulu beynəlxalq nomenklatura ilə adlandırın. 3 enantisi karbohidrogenin. İndi bunun üzərinə H-brom gəlir. Hə də, indi mən maddiyə almışam. İndi bu deyir ki, bunun üzərinə H-brom gəl. Alınan məhsulu. Mən elə bildim bu bizim aldığımız maddeyi istəyir. Yo. Deyir üzərinə H-brom gələndən sonra alınan məhsulu. Heç nə. İndi mən sizə bayaq bir söz dedim. Dedim ki, sikloalkanlardan 3 bucaqla 4 bucaq birləşməyə girir. Düzmü deyirəm? İndi birləşməyə girir. İndi bu 3 bucaq açılır. Bax belə. Elə 3 bucaq açılır. Bu 3 bucağın 3 karbonunu açdım. Bunun buna etili, yəni özlərini nə var birləşdirməliyim. Bunun etilini öz qaydasında, bir də bunun etilini öz qaydasında yazıram. Və bu buna H-brom gəlmədi. İndi 3 bucaq açıldı. Hidrogen bir kəlliyə, brom da bir kəlliyə birləşir. Çünki belə demişdik də, sikloalkanlarda 3 bucaqla 4 bucaq birləşməyə girəndə fiqur dağılır. Gəldiyin şeyin hərəsi bir uca birləşir. Hidrogen bir uca artacaq. Yəni bromu bir uca atdım, o 3 bucağın 3 bucağın bromu bir kəlləsinə, hidrogeni də bir kəlləsinə. Onda bura olsun H2. Hidrogeni artırdım da burada. H, bu da H. İndi nə deyir ki buna? İndi deyir bunu adlandır. Adlandırmaq, indi bunun ən uzun zəncirini seçirəm. Bilirsiniz də, halogen bizim üçün önəmlidir. Halogen varsa, o birinci o tərəfdən yaxın olan o yerdən başlamalısan. Burada nə deyir? 3 brom, 4 etil, heptan. Var mı orada elə bir şey? 3 brom 4 etil heptan A variantı. 7 də A variantı. Yəni belə bir sualın imtahana düşmə garantisi varmı? Var. Prosto rəqəmi yaxşı verməyib. Yəni imtahanda adətən gəlin belə danışaq da uşaqlar. Belə bir rəqəmlər vermir. 38-16% ilə. Yəni rəqəmi qəşəng verəcək də, başa düşürsünüz, amma sual yaxşı sualdır, dəyərli sualdır. 8-ci sualda X alkanıdır, bir də Y alkanıdır. Deyir karbon atomlarının oksidaşma dərəcələrinin cəmi. Biri adı, biri açıq altıdır. Emir fərqlərdə Y çıx. Yəni, emir fərqlərini istəyir. Heç nə. Bilirsiniz ki, bir alkan o birisindən, topluda izah eləmişəm bunu. Bir alkan o birisindən bir və ya bir neçə CH2 qədər fərqlənir. CH2-də dərəcə nədir? -3. Elə? -2, -3 nədir? -2. Bir CH2-də dərəcə nədir? -2. İndi o cədvəldə nə qədər fərq var? 6 qədər fərq var. Onda bu nə deməkdir? 3 dənə CH2 deməkdir. Bax, müsbət 1, -2. İndi 3 dənə CH2 deyiləcək 6 fərq. Deməli bir alkanı o birisindən 3 dənə CH2 qədər fərqdir. Onda olarmı birinə metan yazım. İndi bu bundan 3 dənə CH2 qədər çoxdur. Deməli bu C4H10'dur. Görün düzmü deyirəm? Deməli nümunə yazdım da. İstəyirsəm metan yazmayayım, etan yazım. 3 dənə fərq nə olacaq? Onda bu C5H12 olacaq. Düzmü gedirəm? Yəni fərqi yoxdur, eyni şey alacaqsan, ondan qorxma. Elə MR fərqi nə eləyəcək? 3 dənə CH2 qədər fərq varsa, elə 3 vur 14, o deyiləcək cavab 42. Ya da bunu hesablayırsam, bu 16 eləyir, bu da 12, 48 və 58. 58-dən 16 çıxanda neçə qalır? 42 qalır da. Yəni, ya da belə şifahi elədim də, aramızda 3 dənə CH2 qədər fərq varsa, deməli aramızda 42 qram fərq var. Cavab B variantı. Yaxşı mı? 9-cu sualdır. Hansı qrafik izomerləşməni əks elətdirir? İzomerləşmədə bilirsiniz ki, emerlər eyni quruluşlar. İzomerləşmədə quruluşlar fərqli olur da, yəni yoxsa özünün emeri falan eyni olur. Yəni girən maddə, alınan maddənin molu eyni olur. Sadəcə quruluşu fərqlənir. Məsələn, bu butandır elə. 1 mol butandır. Bu izomerləşəndə 1 mol 2 metil propan alındı. Görürsən, dəyişmir ki. Yəni yenə C4H10'dur, yenə C4H10'dur, amma quruluşu fərqlənir. Yəni əgər izomerləşmədə bu 3 mol girsə, deməli bu da 3 mol alınacaq da. Quruluşu fərqlənir axı sadəcə. İndi birincidə 8-dən 4'ü çıxırsan, 4 girir. 0-dan 4'ə qalxıb 4 alınıb. Bu izomerləşmədir. İkincidə 8-dən 2'yi çıxırsan, 6 girib. O 6 girib 8 alınıb. Bu izomerləşmə deyil. O birisində 8-dən 4'ü çıxırsan, 4 girib. 0-dan 6'ya qalxıb 6 alınıb. Bu da izomerləşmədir. Deməli izomerləşməni əks elətdirən bir dənə birinci qrafikdir. O birisində nəsə səhv yazdım. Bir dəqiqə. Bir dəqiqə. Bir dəqiqə, bu nəsə səhv düşüb. Yo, bu səhv düşüb. Bu qrafiklər səhv çəkilib. Bu sualdan topluda da var. Özü 2 dənədir.
Bax 8-dən 4-ə düşüb. 8-dən 4-ə çıxdım 4. 4 girdi. 0-dan 4-ə qalxdı. Bax 4 alındı. Cavabın biri 100% 1-dir. Aha, ikinciyə bax. 8-dən 2-yi çıxırsan. 8-dən 2-yi çıxanda nədir? 6. 6 girdi, amma hə, ikinci qrafik 0-dan 6-ya qalxmalı idi. 8-ə qalxıb. Cavab burada 1-2 verilib. 1-2 verilib. Amma ikinci qrafik səhv çəkilib. Yəni bər başdan bunu bilin. Nətər olur? Birinciyi düz götürür, ikinciyi də düz götürür. Nə oldu da bunun nə fərqi oldu ki? Bu biri zamirləşmədir, biri zamirləşmə deyil axı bunun. Yəni burada səhv çəkilib. İkinci qrafik səhv çəkilib cavaba görə. O 0-dan 8-ə qalxıb 6 sərf olunub da. Amma 0-dan 2-yə düşüb. 0-dan 8-dən 2-yə düşüb. 6 sərf olunubsa 6 alınmalı idi ki, cavab 1-2 çıxsın. Bu da 8-ə qaldırıb qrafiki. Yəni qrafik səhv düşüb qutardı. O topluda 2 dənə sual var. Baxa bilərsiniz. Orada problem yoxdur. Burada səhvlik var. Toplunu çəkmişəm də bilirsiniz. Səhifədə var. 10-cu sualda. Alkandır, birli karbonu Y-dir, ikili. Bu da toplun sualıdır. Neysə, bunları bir-biri aç da onda. Birincidə izopropillə etil budur. İzopropil budur, etil də budur. Aha. İndi sual verirəm. Bura baxın görək. Birlisi neçə dənədir? Birli CH3-lərdir də 3 dənə. Y3-dür. İkilisi neçə dənədir? İkilisi budur da 1 dənə. Y böl 3-ü 1 verir. Aha. Üçlü neçə dənədir? Üçlü də 1 dənədir. Y bölü 3 1 dənədir. Dörtlüsü də yoxdur. Deməli bu ödəyir. Yəni orada cədvəldəkini ödəyir də. İkili ilə üçlü bərabər oldu. Birli 3 dənədirsə onlar 3-3-ə biləndə 1 olmalıdır. Düzdür, dörtlü də yoxdur. Elə izopropillə etil ödəyirsə bunu verən başqa nə var orada? Üçlü butil mi? İzobutillə metil ola bilər. 1 ilə 3-dür də cavab bax. İzobutil budur. Bax izobutil budur. İndi buna bir dənə də metil qoşanda elə yuxarıdakı alınır da. Düzdür də. Burada da birli 3 dənə olur. İkili bir dənədir, üçlü bir dənədir, dörtlü də yoxdur. Cədvəlin içərisini elə 1 ilə 3 ödəyir. O birlərdə saylar ödəmişik açanda. Cavab 1-3 A variantı. 10-cu suala keç. Nə deyir onda? Etanın etilinə dehidrogenləşən həcmini deyir. Etan SH6-dır. Bu etilinə keçəndə SH4 üstəgəl H2 alınır, özünüz bilirsiniz. Aha. Etanın başlanğıc həcmi X-dir, qalsın X. Etanın katalizator iştirakında dehidrogenləşən həcmi 6-dır. Yəni etan X qədər idi, amma onun 6 litri etilinə dehidrogenləşib. Yəni 6-sı sərf olunub. İndi mənə deyir reaksiyadan sonra qaz qarışıq. Reaksiyadan sonra qaz qarışığı deyəndə nə başa düşürsünüz? Alınan bir də girəndən artıq varsa. Alınan da SH4-dən H2-dir. Gəlin görək nə qədər alınıb. Bu 6 litr sərf olunanda hamısı litrdir deyə altına əmsal yazıram da. İstəyirsiniz lap problem deyil. Əmsal veririm ki onda 4 yazım. Əmsal veririm ki onda 4 yazım. Əmsal veririm ki onda 4. A eləyir 6. Deməli 6 litr SH4 alındı. 6 litr də hidrogen alındı. Diqqətlə qulaq asın ha. Yəni biz buradan tapdıq ki 6 litr etilen alınıb, 6 litr hidrogen alınıb. Bəs artıq qalan SH6 nədir bə? X idi. 6-sını sərf eləmişəmsə X çıx 6 qədər də SH6 qalıb. Yəni mənim reaksiyadan sonra qaz qarışığım bulardır. Yenə deyirəm, reaksiyadan sonra qaz qarışığı deyəndə alınan nəzərdə tutulur. Bir də girəndən artıq varsa. Girəndən artıq onsuz da X idi. 6-sını sərf eləyibsənsə X çıx 6 qalıb. Alınanlar da 6-6-dır. Bunların heliuma görə sıxlığı 5-dirsə, heliuma görə sıxlıq düsturunu tanıyırsınız da, M böl 4-dür. 5 bərabərdir M böl 4. M neçə eləyir? 20. İndi deməli qaz qarışığının M ortasını neçə tapdım? 20. Yazıram indi 20 bərabərdir. 6 vur 28 üstə gəl 6 vur 2 üstə gəl. X çıx 6 vur 30 bölək nə? 6 üstə gəl 6 üstə gəl X çıx 6. Bunlar getdi. Bunlar getdi. Buradan X 12 eləyəcək də. Var mı orada? 12. Bəli, B variantı. Uşaqlar, toplum sualıdır da bu da. Reaksiyadan sonra qaz qarışığı deyəndə yenə deyirəm, alınan bir də girəndən artıq varsa o nəzərdə tutulur. Əgər qaz qarışığının heliuma görə sıxlığı 5-dirsə, deməli M ortaları 20-dir. Bərabər elədim, aldım cavab. Nə deyir burada? Deməli, bunların nisbi molekul kütləsi
258-dir. Bizə dəqiqə. Və bir-birindən 2 homoloji fərqlə ayrılan 3 alkandır. Onda 2 homoloji fərq o deməkdir ki, arasında 2 dənə CH2 fərq var. Deməli, birinin emeri 14-in üstə gəl 2-dirsə, bu nə qədər eləyir? 2 dənə homoloji fərq. 14-ü 2 oranında 28. Deməli, o birisi eləyir 14-in üstə gəl 30. Onda o birisi eləyir 14-in üstə gəl 58. Demir 2 homoloji fərqdir. Yəni, bu bundan 2 dənə CH2 qədər fərqdir. Bu bundan 2 dənə CH2 qədər fərq. Mən də biri 14-in üstə gəl 2-dirsə, deməli, o biri 14-in plus 30-dur. O birisi 14-in plus 58-dir. İndi bunların emerlərinin cəmi. 42n üstə gəl 90, 258-dir. 42n bərabərdir 168-ə. N eləyir 4-ə. N 4 eləyirsə, deməli, biri C4H10-dur. Demədik, 2 dənə homoloji fərq var arada. Deməli, o biri C6H14-dür. Deməli, o biri də C8H18-dir. Düzmü dedik? 12, 14, C8. Hə, hazırdır. İndi molekulunda üçlü karbon atomların sayı maksimum olan izomerləri. İndi gəlin üçlü karbonu. Bunun molekulunda üçlü karbon olmaq üçün bel aça bilərsən. Başqa cür açılması mümkün deyil. Bir də bel aça bilərsən, burada da üçlü karbon yoxdur. Ona görə bunun adı 2 metil propan. Buna A variantı uyğundur. Bunu nə tər açım ki, üçlü karbonu ən çox olsun? Üçlü karbonu çox olması üçün bel aça bilərəm. Başqa cür də aça bilərsən. 6 karbonu bel aşını olsun ki. Və yaxud da 6 karbonu bel aşını olsun ki. Üçlü karbon burada bir dənədir. Burada yoxdur. Burada ama 2 dənədir. Deməli, bizə 2 dənə olan, çox olan lazımdır. Onda bunun adı da adlandırıb ən uzun zənciri seç adlandır. 1, 2, 3, 4. Adı 2,3 dimetil. 2,3 dimetil butan. 2-yə D variantı uyğundur. İndi C8H18-i nətər açım ki, üçlü karbon çox olsun. Üçlü karbon çox olması üçün belə, 2, 4, 5, 6, 7, 8. Aha. Görsən, burada da 3 dənə elədim. Yəni, başqa cür açsam, üçlü karbon bu qədər çox olmayacaq. Ən uzun zənciri seçdim, nömrələdim. 5. 2, 3, 4 trimetil. Bu hardadır? Pentan. Pentandır mı? Bəli, 5 dənə. B variantı. Buna da B variantı. 1A, 2D, 3B. Var mı variantda? 1A, 2D, 3B. Yox, bu açıq sualdır. Hə, açıq sualdır. 1A, 2D, 3B. Variantı düşmür. İndi başlayaq 13-cü suala. Propan molekulunda hidrogen atomlarını xlorla əvəz etməklə alına bilən monohalogenli və dihalogenli birləşmələrin sayı. Bax, propan budur. Bir dənə halogenli, bir də 2 halogenli törəmələrinin sayı. Mən bunu bir belə yaza bilərəm. Bir də belə yaza bilərəm. Monohalogenli 2 dənə oldu. Hə, fikirləşirsən ki, bura yazasan xloru. Bununla bu eyni şeydən. Bu olmaz. 2 dənə oldu. Və dihalogenli. Dihalogenliyi bax. Belə yaza bilərəm. Yaza bilərəm. Belə yaza bilərəm. Yaza bilərəm. Bu uca yazsam, yəni bundan eyni şey olacaq. Ona görə yazmıram. Sonra. Belə yaza bilərəm. Yaza bilərəm. Bəs belə yaza bilərəmmi? Yaza bilərəm. Başqa cür yazmaq məncə yoxdur. Yox. 4 dənə. 2, 4. A variantı. 14. Alkil halogenit molekulunda xlor atomlarının sayı alkil halogenit. Xlor atomlarının sayı molekulda ümumi atomların 25%'dir. Xlor neçə dənədir burada? Xlor bizə dəqiqə. Alkil halogenit. Yox, alkil halogenit. Bəlkə burada 2 dənə xlor var. Bizə dəqiqə. Bir dəqiqə. Bax, bir dəqiqə bunu sevir, bizə dəqiqə. Demir, xlor atomlarının sayı. Ümumi 100% deyik, bizə dəqiqə gözlə. 100%. Bunun 25%. Nə demək? Yəni atomların 4də 1-i
4-dən 1 xlordur. Yəni ki, xlor hidrogen 50% təşkil edir. Hidrogen 50%-ni, yəni yarısını təşkil edir. Mən bunu necə yazım ki, hidrogen orada 50%. Neçə mol xlor lazımdır? Bircə dəqiqə. Bir mol neçə mol xlor lazımdır? Bizə dəqiqə. Bu metanla işləsən bizə dəqiqə. Metan CH4-dür da bildik. Bunun xlorlu törəmələri CH3 xlordur. CH2 xlordur. Gəlin görə yazın ödəyir da nə? CH xlor 3-dür, bir də C xlor 4-dür. İndi hidrogen atomu deyirsə, bunu çıxır. Burada heç hidrogen yoxdur. Deməli, bunlardan söhbət gedir. İndi bunların hasıtaydı. Hasıtaydı ki, xlor 25%, hidrogen isə 50%-ni təşkil edir. Hə, bu maddədən söhbət gedir də. Bu maddədən söhbət gedir də. Hə. Siz niyə? Qublar silim. Bax, niyə? Burada biz demədik 100%-in 25%-i. 100-ün 25%-i nə deməkdir? Yəni 4-də 1-i. Bir dənəsi xlordur, 3 dənəsi qalan atomlardır. Bir dənəsi xlordur, 3 dənəsi qalan atomdur. İndi 3 dənəsi də qalan atom deyəndə 3 dənəsi də karbonla hidrogendir. Amma hidrogen deyir, bu ümumi atomun 50%-idir. Hə də, hidrogen ümuminin, bu 4 dənənin 50%-dirsə, 4-ün 50%-ni neçə eləyir? 2. Onda hidrogen 2 dənədir, karbon 1 dənə. Deməli, 1 karbon var, 2 hidrogen var, 1 dənə də xlor. Adam bu CH2 xlordur, çıxdı da, cavab. Əla. Heç yəni bunun nümunəni yazmasam da bu cavabı çıxarda bilərdim, ha. Hə, heç nə. Deməli, söhbət metandan gedirmiş. CH4-ü də tam xlorlaşdırmaq üçün 4 mol xlor lazımdır. Niyə? Çünki bunun 4 dənə hidrogen var. Deməli, 4 mol xlor lazımdır. Cavab 4. Alkandır. 2 dənə alkan var. Müəyyən şəraitdə X-Y qazları qarışığının hidrogenə görə nisbi sıxlığı 15-dir. Monoxlor törəmələrinin maksimal sayı 1-1-dir. Birinin molekulunda bir ədəd dörtlü karbon atomu varsa, qarışıqda qazların həcm nisbətlərini hesabla. Demək uşaqlar, 15-ci sualda belə eləyək bizə dəqiqə. Burada yer açaq özümüzə. Aha, deməli X-Y alkanlardır dedik. Bunların müəyyən şəraitdə X-Y qazları qarışığının hidrogenə görə sıxlığı 15-dir. Baxın, hidrogenə görə nisbi sıxlıq 15-dirsə, uşaqlar, əgər 15-dirsə, deməli bu qazlarımın M ortası nəyə bərabərdir? 30-a. Bunu bəri başdan bilək. Monoxlorlu törəmələrin sayı maksimal sayıda 1-1-dir. Aşağıda yazıb ki, alkanlardan birinin molekulunda bir ədəd dörtlü karbon atomu varsa. Baxın, dörtlü karbonu quraşdırıram. Dörtlü karbonu quraşdırıram belə. Elə quraşdırdım. Dörtlü karbonu olan bir alkan quraşdırdım sizə. Mənə deyir ki, qarışıqda qazların həcm nisbətini hesablayın. Mən alkanımın birini tapdım. İndi desəz ki, müəllimə, indi bir dənə dörtlü karbonu olan alkan bu deyil axı. Məsələn, siz bunu belə də yaza bilərdiniz. Yazanmaram. Bilirsizmi niyə? Çünki cədvəlin içərisində yazıb ki, monoxlor törəmələrinin maksimal sayı 1-dir. Bax, bu belə olanda monoxlorlu törəmələrin sayı bir dənədir. Niyə? Çünki mən monoxlor deyəndə 1 xlorda. Yəni mən burada məsələn bunu da belə yazsam, burada da xlor əvəz eləsəm, yəni 1 xloru. Ha tərəfə də geçsəm, monoxlorlu törəməsinin sayı bir dənə olacaq. Amma əgər mən bu alkanı belə yazsam ki, hə, burada görürsünüz, dörtlü karbon bir dənədir. Onda bu xlorlu törəməsinin sayı bir dənə olmayacaq. Niyə? Çünki burada xlor əvəz eləsəm, 1 xlorlu törəmə bu olacaq. Burada məsələn, belə deyək də, hə. Buradakını əvəz eləsəm, xlorlu törəmənin sayı təzə bir olacaq. Başa düşdünüz? Yəni xlorlu törəməsinin sayı çox olacaq. Bu da mənə deyir ki, monoxlorlu törəməsinin sayı maksimal sayı bir dənə olsun. Bundan başqa olmasın. Mən yəni bax ona görə mən bir dənə dörtlü karbonu olan alkanı belə yazdım ki, yəni karbonu uzatmadım ki, karbonu uzatsaydım, yəni əlavə başqa ətrafına da karbon yazsaydım ki, onsuz da burada bir dənə dörtlü karbon var, onda bu xlorlu törəməsi çox olacaqdı. Ona görə mən bir dənə dörtlü karbonu olan və xlorlu törəməsinin sayı bir dənə olan alkan budur. Qutardı. X-in budur. Bu qədər sadə. Bunun da emeri bu C5H12-dir.
Bunun da emeri 72'dir. İndi o biri alkan hası alkan olmalıdır ki bunların M ortası 30 olsun. Baxın, X alkanımın emeri 72'dir. İndi mən Y alkanla hası alkanı qoyum ki bunların M ortası 30 olsun. Əvvəla M orta bilirsiniz ki götürdüklərimin arasında yerləşməlidir. Mən də bura onsuz da yəni elə bil bundan yüksək alkan yazanmaram. Niyə? Çünki mən yenə deyirəm, bu 30 onların arasında yerləşməlidir. Deməli, o birisinin emeri 72-dən aşağı olmalıdır. Bu ya etandır, metandır, ya etandır, ya propandır, C3H8, ya da butandır. Çünki o biri pentanın özüdür. Bu 16'dır, bu 30'dur, bu 12, 3, 36, 44'dür, bu da 58'dir. Mən indi bu Y-a hasını qoyum ki, 30 bunların arasında yerləşən ədəd olsun. Mən bura 30 yazanmaram, çünki 30 bunların arasına düşmür. 44 yazanmaram, 30 bunların arasına olmur. 58 yazanmaram, deməli bir dənə 16 yaza bilərəm. Yəni bunu C5H12 tapdımsa, bunu da CH4 tapdım. Başa düşdünüzmü? Həqiqətən də bir dənə fikir verdin, diqqətli oldunuzmu? Başa düşdünüz? Yəni gördünüz, monoxlorlu törəməsinin sayı da bir dənə olacaq. Bax. Hası hidrogeni götürürsən götür, xlor qoyanda eyni şey alınacaq. Yəni bir xlorlu törəməsi var da bunun. Monoxlorlu törəməsi bircə dənədir, qutardı. Başqa cür yazanmazsan. Başa düşdükmü? Aha. Yəni həm də ki elə elədim ki 30 bunların arasında yerləşən ədəd oldu. Nəysə, maddələrimi tapdım. Bu qarışıqda qazların həcm nisbəti. Bir də sual verə bilərsiniz ki, ay müəllimə, bu qazların M ortası, bu qazların hidrogenə görə sıxlığı 15'dir deyir. Amma sənin aldığın maddələr qaz deyil axı. Yəni biri qaz deyil, amma biri qaz deyil. Deyə bilərsiniz müəllimə, CH4 qazdır, amma C5H12 qaz deyil axı. Uşaqlar cədvəldə yazıb ki, müəyyən şəraitdə X və Y qazları. Müəyyən şəraitdə, yəni bu elə bir şərait yazıb ki, C5 yaradıb ki, C5H12'yi də qaz eləyib də. C5H12 pentan deyil, maye deyil. İstəsən onu buxarlandırıb qaz eləyə bilərsən də. Başa düşdünüzmü? Yəni bu deməkdir ki, səni müəyyən şərait deyir o. Başa düşürsünüz, normal şərait demədi ki. Normal şərait desə, məcbur C5H12 orada ya C5H12 olanmazdı. Metan, etan, propan, butandan biri olmalıydı. Amma bu müəyyən şərait deyir. Yəni müəyyən şəraiti bunu eləmişəm də. İndi bunları mən hansı mol nisbətində götürüm ki, bunların M ortası 30 alınsın. 72'dən 30 çıxıram, bu 42 eləyir. 30'dan 16 çıxanda bu eləyir 14 elə. Deməli bunlar neçə? 1'in 3 nisbəti götürülür. Ya da istəsən həll yolundan da tapa bilərsiniz də. M orta 30 bərabərdir. İndi bunların molunu bilmirəm. Birinə A yazıram, birinə B yazıram. A vur 72, üstə gəl. B vur 16, bölək nə? A üstə gəl B-yə. İndi buradan da ala bilərsən də. 30A üstə gəl. Üstə gəl 30B bərabərdir. 72A üstə gəl 16B. 72'dən 30 çıxanda 42A bərabərdir. 14B. İndi A-nı B-yə bölmək 14'ü 42'yə. 1'in 3 nisbətidir. Yenə. Ya diagonal usulundan elə, ya da belə. Çox qəşəng sualdır bu. Maraqlı sualdır. Biraz diqqət tələb eləyən, testin içində bəzi nüanslara fikir vermək. Belə bir sualdır. 16'ya keçirəm. Karbohidrogendir, alkandır. Kimyəvi rabitənin əmələ gəlməsində orbitalların ümumi sayı. Orbitalların ümumi sayı deyəndə hibridlə qeyri-hibridin cəmini nəzərdə tutur. Hibridi bunun 4n'dir, qeyri-hibridi də 2n+2'dir. Yəni 6n üstə gəl 2'yi 26'ya bərabər eləyirsə n eləyir 4. Deməli bizim alkanımız C4H10'dur. Atomunun sayı 14 dənədir. Sigma rabitə. Sigma alifatikdir deyə ümumi atomun sayından bir əksik olur da 13 dənədir. Emeri də 12, 4'ə 48, 10 gələndə 58. Bunun cəmini istəyir. 15 bir yadda. 2, 7, 85. Obşi cəmi istədiyi üçün obşi cəm nəyə bərabərdir? 85'ə bərabərdir. Başa düşdükmü? Aha, keçək indi o biri sualımıza. Deməli, cavabı aldıq B. 15'dən aldıq. 15'də cavab C oldu. Onu demədim variantını. C 14'də açıq sual idi də 4 almışdıq elə. Düzdürmü? 17'də nədir bu? 17'də o qara olanlar karbondur. Ətrafındakılar da hidrogendir də 100%. 1, 2, 3, 4, 5, 5. Deməli burada 5 karbon var. 12'dən də hidrogen olacaq. Digərləri hidrogendir. 3, 3, 9, 2, 11, 1, 12. Hə, C5H12'dir.
Deyir bu verilmiş alkanı iki müxtəlif alkil halogenidin qarışığından Würz reaksiyası ilə aldıqda həm də 3,4 dimetil heksan və X maddəsi alınmışdı. Aha, deməli bu dəqiqə. Bu CV-12-dir bu heç. Bizə dəqiqə. İndi Würz reaksiyasında nə götürülüb bilmirəm başda. Amma bax bu maddə verilən bu alkan Würz reaksiyasından alınıb. Würz reaksiyasından alınıb və eyni zamanda Würz reaksiyasından belə bir alkan da alınıb. 3,4 dimetil. 3 boy bir 3,4 bir dəqiqə. 3,4 dimetil. İndi bir dəqiqə. Hər kəs buraya baxsın. 3,4 dimetil heksan alınıb. Belə bir şey alınıb. X maddəsi alınıb. Elə bil CV-12 burada alınıb. Belə bir alkan alınıb. Bir də X alkan alınıb. X-i də bilmirəm nədir. İndi nə qayırım mən bunu? İndi mən bax bunu ortadan Würz reaksiyasından alınıbsa bunu ortadan bölürəm. Deməli 100% bunun biri belədir. CH2, CH, CH3. Halogen deyirsə bir xlor yazıram. Üstünə natrium gəlib də məlum məsələ. Onda mən CV-12-yi necə açım ki, içində bunu görməliyəm 100%. Onda mən CV-12-yi 5 karbon var da. Deməli 100% CV-12-nin içərisində 100% ikili butil var. Bir də metil var. CV-12 onsuz da qeyri-simmetrik alkandır. Alkan olacaq. Niyə? Çünki içindəki karbon sayı tək ədəddir. Çünki kopyalananda tək də kopyalansa, cüt də kopyalansa, onsuz da axırda cüt karbonlu alkan alınır. Bax bunu görsən yarı böldüm. Yarı böldüm, yarısını bura verdim. Və CV-12-nin içərisində elə açdım ki, mən bunu burada görməliyəm. Deməli bunu bölsəm, onda bölsəm. Deməli buradakı 100% CH3 xlordur. Yəni bu 100%. Niyə bilsəm? Çünki bunları yox, elə yox da xlor hissəni çıx. Bunları belə birləşdirəndə nədir? O CV-12-ni alım deyə. CV-12-ni alım deyə. Çünki yoxsa başqa yolum yoxdur axı. Buradakı X-imdə onda CH3 olacaq, etan olacaq. İndi X maddəsi, yəni X alkanım, onda aldım ki, bu CH6 imiş. CH6-nın 1 molunu tam xlorlaşdırmağa məlum məsələdir ki, 6 mol xlor lazımdır. Çünki 6 hidrogeni var. Düzdürmü? Bir səhvdir də onda. Bu bir səhvdir 100%. Niyə? 6 mol xlor 134 onda 4 eləyirik. 6,22 onda 4-ə vuranda bir səhvdir. Yaxşı, CH6-nın 1 molu yansa neçə mol CO2 alınır? 2 mol. 2 mol CO2 nə deməkdir? 44 onda 8. 2 düzdür. Üçüncüdə molekulunda 8 hibrit var, düz deyir. Çünki 2 karbon, hər karbon sp3-dür, bir sp3-də 4 hibrit var. İkisində eləyir 8. 3 də düzdür. Dördüncüdə molekulunda 8 hidrogen var. 8 yox, 6 hidrogen var. Səhvdir bu. Su ilə reaksiyasından etanol alınır. Xeyr, alkanlar su ilə girmir. Ona görə nə doğrudur? 2 ilə 3 A variantı. 18-də. Bu hansı maddədir? Bu CH8-dir. Belə yazıram. Bu birləşməni hansı maddələrdən natriumla almaq olar? Würz reaksiyasından söhbət gedir də deməli. Çünki alkil halogenitlərdir, üstünə natrium gəlir. Bu onsuz da qeyri-simmetrik döyük. Yəni bu, üzr istəyirəm, simmetrik döyük. Yəni bu özü-özündən kopyalanan olmayacaq. 50%-dir Würz reaksiyasında 50%-dən alınan olacaq. Onsa ya buradan bölə bilərəm, ya buradan. Fərq eləmir ki, eyni şey. Deməli biri metil xloriddir, biri də etil xloriddir 100%. Bunun üstünə natrium gələndə bunlar bir-birindən birləşəndə bu 50%-də alınacaq. 1,3-dür də metil xlorid, etil xlorid. 19. Bir dəqiqə. Nə deyir 19-da bu görüm. Bu reaksiyanı aparacağım. Hə. Bu nə qəşək. 19-dakı maddələr elə yuxarıdakını veririk. 18-ci sualı verir. Fikir verirsinizmi? 18-dəkini verir. Nəysə, CH3 xlor, CH5 xlor. Natrium gələndə bilirsən ki, birinci öz-özündən kopyalanır CH6, ikinci öz-özündən kopyalanır C4H10, sonra bunları bir-birindən birləşdirirsən CH8. Oxun altında bundan bunu verib.
Deməli mənim x-im C3H8-dir. C3H8-dən H2 çıxanda C3H6 verir. Bu y-dir, bu x-dir. Bunun üstə H xlor gələndə bilirsən ki, C3H7 xlor C3H7 xlor alınacaq. Alken, hidrogen, halogenitdən özdə Markovnikovla girir də bilirsiniz. İndi bunun üstünə natrium gələndə bu vürsdür. C3H7 öz-özündən kopyalanacaq və natri xlor çıxacaq. C3H7 də C6H14 demək. Yox, bu bunu açıq şəkildə istəyir. Onda tamam, bir dəqiqə. Açıq şəkildə yazıb adlandırmaq istəyir. Elə bildim, qısaca istəyəcək. Heç nə, C3H8-dən bunu çıxanda bu C3H6. C3H6 alkendi, açılışı da belədir. Mən bayaq qısa yazdım C3H6. İndi bunun H xlor gələndə bu vürsüyə, üzr istəyirəm, bu Markovnikovdur. Hidrogen çoxa, xlor aza birləşəcək. CH3, CH, CH3. İndi buraya da xlor. İndi bunun üstünə natrium gəldir. Necə bu vürsdür. Vürsdən bu belə olacaq. Vürsdən bu kopyalanma olacaq. Üstə gəldə natri xlor. İndi bunu adlandır deyir. Ən uzun zənciri seçdim. Nömrələdim. Adı 2, 3. Buna bax. 2, 3 dimetil butan. 2, 3 dimetil butan olacaq. C variantı. Düzdür? Bir dənə qaldı 20. Alkan, X alkanı, Y alkanı. Emirləri arasında fərq 28-dir. Deməli bu 2 dənə CH2 deməkdir də. Niyə? Çünki homoloji sıralar, ümumiyyətcə üzvü maddələr öz daxilində bir-birindən homoloji sıra yaradır. Homoloji sırada bir-birindən bir və ya bir neçə CH2 qədər fərqli olur. CH2-nin emiri nədir? 14. Əgər birinlə o birisinin arasında 28 fərq varsa, deməli bunların arasında 2 dənə CH2 fərq var. Məsələn, birinə metan yazıram. Onda bir o birindən 2 dənə CH2 çoxdursa, deməli o birisi C3H8-dir. 2 karbon çoxaldanda o biri C3H8 olur da. İndi tam xlorlaşma məhsulu. Bu tam xlorlaşanda, qulaq as. Bu tam xlorlaşanda bu C xlor 4 eləyir. Bu tam xlorlaşanda bu C3 xlor 8 eləyir. Tam xlorlaşmaq hidrogenin hamısını xlorla əvəzləmək deməkdir. Birdən dəyər say müəllimə. Siz X-ə metan qoydunuz. Mən istəmirəm. Tutaq ki, X-ə propan qoymaq istəyirəm. Yaxşı eləyirsiniz, qoyun. O birindən neçə qədər fərqlənməli idi? 2 CH2. Onda o birisinə C5H12 qoyacaqsınız. Bunun tam xlorlaşması C3 xlor 8 olacaq. Bununki C5 xlor 12 olacaq. Düzdür? İndi emer fərqi. Bununla bunun arasında emer fərqi də cavab eyni verəcək. Bununla bunun arasındakı emer fərqi də cavab eyni verəcək. İstəyirsiniz baxaq. Emer fərqi. Bununla bunun arasında nə fərq var? 2 karbon, 4 dənə xlor fərq var. 2 karbon, 4 xlorun kütləsi. Bu 24 eləyir, üstə gəl. 35, onda 5-i 4-ə vuranda elə bil 71, 2 dənəsi 71 eləyir, 2, 14, 142. O da eləyir nə? 6, 1. D variant. Bunun emerindən bunu da. Bax, bunun emerindən bunu da çıxanda. Yenə 2 karbon, 4 dənə xlor fərq var oradan. Eyni şey verəcək. 166. Aydındır mı? D variant. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti testimizin izahında görüşənədək. Növbəti testimiz inşallah nə olacaq? Alken, alkaden. Burada karbohidrogenləri birləşdiriblər də nə? Sonra karbohidrogenlər 4-cü qrup. Bu yəni ofşe. Bütün karbohidrogenlərə aid sual salıbıq. Bir dənə belə, sonra spirt fenol, aldehid karbon turşusunu birləşdirib. Elə yaxşıdır da, heç olmasa bir yerdədir. Amin turşu, sonra da 20 molekullu birləşmə. Uşaqlar, bugünkü testimizin izahı genetik əlaqədir bu. Yəni bütün üzvünün genetik əlaqəsi. Burada da qəşəng situasiyalar verilir. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti testimizin izahında görüşənədək. Sağ olun.